Salam, hörmətli izləyicilər. Bir yol ayrıcının böyük problemindən danışmaq istəyirəm. Birisi aradı bu. İçəri şəhər metrosundan Filarmoniyanın yanına gəlib aşağı Azneft dairəsinə getmək istəyirik. Və bu yol ayrıcında bizim yolumuzda stop var. İnanın ki, bu yol ayrıcını qaydaları pozmadan keçmək çox çətindir. Birincisi, stop xətti düzgün çəkilməyib burada. Niyə? Burada dayananda soldan gələn maşınlar görünmür. Stop xətti bu qara maşının yanında çəkilməlidir ki, aşağıdan gələnləri sürücü görsün. Bundan başqa isə aşağıdan gələnlər sola dönürlər, sağa dönürlər İçəri şəhər metrosuna tərəf. Yuxarıdan gələnlər aşağı dönürlər və burada qayda ilə keçmək üçün əsl qəhrəmanlıq lazımdır. Bax, avtobus qaydaları pozacaq. Niyə görə? Bax, soldan maşın gəlir, avtobus keçir. Bu vəziyyəti necə düzəltmək olar? Axşam saatlarında xüsusilə çox ağırdır burada vəziyyət. Ya burada svetofor qoyulmalıdır hər iki tərəfə, hər üç tərəfə daha doğrusu, hər dörd tərəfə svetofor qoyulmalıdır. Yuxarıdan da, sağdan da gələnlər var orada, deyəsən məhlədir. Ya svetofor olmalıdır, ya da əgər svetofor qoymaq çətindirsə, bizə elə bir ki, stop nişanı yığışdırılmalı, soldan gələnlərə stop nişanı qoyulmalıdır. Stop ya yol ver nişanı qoyulmalıdır. Düzdür, kimsə deyə bilər ki, axı yoxuşa qalxanlar çətin olacaq. Bəs bizim buradan keçməyimiz çətin deyilmi? Deyirəm də, axşam saatlarında, pik saatlarında buradan keçmək qəhrəmanlıqdır. Fikir verin, bax, qabağımızda maşın keçir, sola gedir. Əlbəttə qaydaları pozur, soldakini buraxmır. Svetofor olsa və yaxud da ki, bizə stop nişanı yığışdırılsa, biz sağa dönəndə yuxarıdan gələnləri buraxacağıq. Aşağıdan gələnlər dayanacaqlar, sola dönənlər bizi buraxacaq. Onda keçmək nisbətən asan olacaq. Deməli, ümidvaram ki, bu işlərə baxan, svetofor işinə baxan və yaxud da ki, nişanlara baxan qurumlar bu videonu izləyəcəklər və nəticə çıxardacaqlar. Sürücülər üçün çox çətindir. Burada həmişə qəza şəraiti yaranır və bəzən qəzalar da olur. Diqqətinizə görə çox sağ olun.